şey neft için. Bu Azerbaycan halkının esas şuarlarındandır. Bütün halkımızla birlikte Azerbaycan incəsənət xadimləri də yeni Stalin beşilliği uğrundaki mübarizədə var qüvvə ilə çalışırlar. Əməkdar incəsənət xadimi Niyazının rəhbərliyi altında Üzeyir Hacıbəyev adına Devlet Filarmoniyası Simfonik Orkestrinin ifa etdiyi bu marş, Stalin mükafatı laureatı bəstəkar Qara Qarayevin yeni əsəridir. Gənc bəstəkarın, zəhmətkeş xalqımızın mədəni xidmətinə sərf etdiyi təqdirə layiq əməyi ilə qocaman buruq ustası Gülbala Əliyev əziz bir dost, mehriban bir ata kimi fəxr edir. Bakıya axşam qaranlığı çökür. Lakin neft Bakısının qəlbi dayanmadan vurur. İncəsənət ustaları, qəhrəman neftçilərimizi hər gün olduğu kimi bu axşam da belə qarşılayırlar. Əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəylinin Qız Qalası baletində Gülyanaq rolunu Respublikanın xalq aktrisası Qəmər Almazzadə ifa edir. İstehsalata böyük yeniliklər gətirən zamanımızın məşhur adamları Əli Mərdanov və Ağasəb Bağırov baletə maraqla tamaşa edirlər. Aman bu vaxt sosyalist Bakısının işıqlarında qərq olmuş qədim Qız Qalası, Xəzərin sakit sularında yüzlərlə Bakılını dəniz gəzintisinə aparan gəmini seyr edir.
eseri xalq artisti Bülbülün böyük sevgiyle okuduğu Ölkəm mahnısına istedadlı dəniz netfisi Rüstəm Rüstəmov da həvəslə qulaq asır. Gelirler tac bezerler, ceylan gözlü kızları var ülkemin. Devlet Filarmoniyasında neftçiler için verilen müsamere, mahnı ve rəqs dəstəsinin çıxışıyla başlandı. Azərbaycan xalq rəqsinin gözəl ifaçısı Əminə Dilbazı. Ceyir Hacıbəyovun Stalinə salam əsərini təcrübəli neftçilərdən Skvartsov, və Stalin mükafatı laureatı Ağa Neymətullah öz ailəsiyle birlikte dinləyir. Usta Babaşəli isə növbə başındadır. Lakin incəsənət ustaları onu da unutmamışlar. Yoldaş Babaşəli, sizin xahişinize göre Fatma Mehraliyeva mikrofon karşısındadır. Şehir almaya balamı ovladılar, dağda şaya da balam kovladılar, ya gözlerine kurban oldular, merve ceyranıma balam bere değildi, onu çoyazladılar. Babaşəli Azərbaycanda Sovet hakimiyyəti qurulmasının canlı şahidi olmuşdur. Onun kızı genç neftçi Hüsniye ise bu tarihi hadisəni səhnədə Şərqin Səhəri piyesində görür. Kirov rolunda artist Dağıstanlı. Yoldaşlar, gün çıkan ülkelerin kapısında, üsyanlar beşiği kadim Azerbaycan'da, büyük, oktyabr bayrağı galebe çaldı. Bizler, zahmetkeş insanlığın oğulları, sel kimi akınlarla, dilimizde internasyonal nağması, komünizmin möhteşem saraylarına gidecek. Artık koca şerq üzerinden bulutlar parçalanır, semalar ışıklanır. Azerbaycan torpağında şerqin sərası, büyük Rus eli, kardeş Rus halkı, şerqde birinci olarak Lenin, Stalin bayrağı daldıran Azerbaycan'ın bu kurtuluş seherini salamlayır. Ey sənətə ilham veren, bize doğru yol gösteren, məhəbbəti şahin kimi üstümüzde qanat geren, salam sənə xalqımızdan, onun sənət ordusundan, ey sənətin böyük dostu, ulu rəhbər, böyük insan.